Salam aleykum. Hər kəsə Allahın adı ilə salamlayıram. Bu günləri mən sizə din haqqında məlumat danışacağam. Onda başlayaq. Bismillah. Dua ilə təşəkkür etmək. Allah razı olsun. Bizə yaxşılıq və xeyirxahlıq edən bir adama təşəkkür etmək istəyirik. Xüsusilə bu yardım bizə çətin anımızda edilmişsə, daha dərin təşəkkür etmək istəyirik. Əslində o yaxşılığı bizim qarşımıza çıxaran Rəbbimizdir. İnsanlara təşəkkür etməkdə elə Allaha təşəkkür sayılır. Bunu edərkən Rəbbimizə də təşəkkür etmiş sayılırıq. Bunu edərkən bir tərəfdən də Rəbbimizə dua etmək sayılırıq və beləliklə təşəkkürümüz daha da gözəlləşir. Bunu gerçəkləşdirməyin bir yolu vardır. O da Allah razı olsun deməkdir. Allah razı olsun bir çox təşəkkür cümləsini yerinə işlənə bilər. Məsələn, Allah razı olsun demək, ayana yemək çox gözəl olub, əllərin dərd görməsin deməkdir. Atacan, verdiyin cib xərcliyi üçün çox təşəkkür edirəm deməkdir. Dostum pozanından istifadə etməyə icazə verdiyin üçün çox sağ ol. Mən pis vəziyyətdən qurtardın deməkdir. Qapımızın önünü zibildən təmizlədiyin üçün təşəkkür edirəm. Dayıcan, oynayıb qurtardıq. Necə də yaxşı oynadıq. Dostlar, müəllimə bizə çox mühüm şeylər öyrədirsiniz. Təşəkkür edirik deməkdir. Mənə etdiyin bu yaxşılıq üçün Allah da sənə yardım etsin. Səni çətin anda dərk etməsin, ehtiyaclarını həll etsin, səni sevsin deməkdir. Biz də sizə Allah hamınızdan razı olsun deyirik. Çünki çox gözəl iş görürsünüz, kitab oxuyursunuz. Salam aleykum.